Amerika tərəfi biz İrandan danışıq aparırıq. Oradakı yeni lider var. O lider daha ağıllıdır, zəkidir deyirdi. Və İsrail mətbuatı bunun Muhammed Baqir Qalibaf olduğunu iddia edir. Bəli. Amma həmin vaxtı Qalibaf yazdı ki, xeyr, belə bir danışıqlarda mən yoxam, bu mən deyiləm. Amma biz İslamabad görüşündə nümayəndə heyətin rəhbəri kimi Qalibafı gördük. Hansı düz deyirdi? Yəni Qalibaf bu işin harasındadır? Dövlət etiketlərinə görə, təmsilçilik hüququna görə görüşə J.D. Vance gəlmişdi. Qalibafın bugün tutduğu post Vance'in postuna uyğun olaraq Qalibaf təmsil edir. Amerikanın və digər güclərin İranda bir hesabı var. Əski yapılanmalarından İranda böyük bir güc sahib olduqlarını bilirlər. Onlar orada kimlərlə işbirliyində olublar, orada onların kimləri var, onları gözəl bilirlər. Bu tək 79-cu illərə və ondan sonraki dövrə dayanmır. Şahın, yəni hakimiyyəti zəbt eləmiş şah pəhləvilərin dövründən sonraki İran yapılanmasında Batı dünyasının çox güclü olmasının təzahürüdür. O yapılanmada İranda çox güclüdür. Bugünkü Cısı Xubiriqan %60-70 yerli ruhaniyyəti təmsil eləmir, dış güclərə bağlıdır. Və eyni zamanda da Trump'ın Qalibafla bağlı fikrinin deşifr olunmasının İsrail tərəfindən elan edilməsi də ciddi məsələdir. Bununla xəbər verir ki, İsrail və Amerika arasında da ciddi fikir ayrılığı var. Qalibafla Amerika yetkililərinin danışıq aparma, Qalibaf üzərindən İran siyasətində mövqelərini gücləndirmək istəyən bir Amerikanın olmasını biz qəbul etməliyik. Ki, belə bir niyyətin olması Amerika tərəfindən mümkün hesab edilməlidir. Qalibafın da bu işdə iştirak etməsini də və Amerika ilə belə bir danışığa getməsini də Qalibafın bütün siyasi fəaliyyətini izlədiyimizə görə deyə bilərik ki, bu da mümkündür. Amma İsrail nədən onu deşifr etdi? Görünür, Qalibaf üzərindən İranda Amerikanın güclənməsi İsrailin işinə yaramadı və İsrail də Amerikanın gizlin danışıqlarını deşifr etdi. Qalibaf sonuçta ağır bir yükün altına düşdü. Bugün mövqelərini gücləndirmək istəyən və əslində İran siyasətində güclü bir fiqur olan Qalibaf yaxın gələcəkdə tamamilə mövqelerini itirmiş, yalnız qalmış bir Qalibaf olacaq. Nəticə İranın dövlətinin daha çox xalqına söykənməsinə gətirəcək. Üzr istəyirəm. Yəni siz deyirsiniz ki, Qalibaf İran dövlətinin maraqlarına xidmət eləmir. 50-ci illərdə Amerika-Rusiya arasında qarşı durmadan sonra İran siyasətinin yapılanmasında Amerikaya bağlılıq xətti hər zaman hiss olunub. 50-ci illər. 50-ci illərdən sonraki İran. Bilirsiniz, İran siyasətini biz analiz edəndə zamanlara bölsək 3 yerə bölünür. 1925-50-ci illər, 50-ci illər, 79-cu illər, 79-dan da indiki dövrə qədər dövrdə. Amma Qalibafın dayandığı siyasət daha çox Amerika siyasətinə, Amerikaya yaxın güclərlə olan bir daxili siyasətdə yapılanmaya yaxın olduğu görürük. Biz bunu Pezişkanın seçkilərində də gördük, xatırlayırsınızsa. Bəli. Pezişkan aday olanda Səid Cəlil aday idi, bir də Qalibaf. Üçü favorit liderlər sayılırdı. İkinci tur olanda bilirsiniz Səid Cəlil ilə Pezişkan ikinci tura keçdi. Onda turu keçməyən Qalibaf səslərini Səid Cəliliyə verdi. Bekar bir lider, tanınmış siyasətçi olsa da, təbii ki, Tehran Universitetinin də bilirsiniz hocasıdır. İran siyasətində çox etkili adam olub, uzun zaman İranı Batı dövlətlərinə olan müzakirələrdə təmsil edib. Səid Cəlili fiqur olaraq zəif bir fiqur deyil. Özəlliklə mühafizəkar fars-faşist cəryanın təmsilçisidir, lideridir. Qalibaf bəs? Qalibaf da ona dəstək verdiyində görünür ki, bunlar hər ikisi anti-türk xarakterlidir. Anti-türk xarakterli olduqlarına görə bugün bir yerdədirlər. Qalibafın da Amerika ilə əməkdaşlıq etməsinin kökündə Qalibafın özünün də anti-türk olmağından qaynaqlanır. Qalibaf və anti-türk cəryanlar İranda hesab edirlər ki, sipahda türk ağırlıqlı
generallar içərisində Pezişyanın mövqeyi güclüdür. Müştəba Xamneyi də onlarla bir yerdə olma ehtimalları daha çoxdur. Pezişkanla. Pezişyan sipahda olan dış güclərlə millətlər arasında fərq qoyub farsçılığı üstün tutmayan, daha çox türk soylulu generallar birliyinə qarşı cəbhədə yer alan bir Qalibov var. Ondan danışırıq. Onun da Amerika ilə danışıqlara getməyinin tək səbəbi yüksələn bir İranda, qalib bir xalq, İran xalqı olan bir dünyada iləridəki zamanda fars faşist cəryanının mövqelərinin itirilməməsindən qaynaqlanır və onlar hesab edirlər ki, İran bu danışıqlar prosesində, müharibənin sonucunda xalqın iradəsindən qalib bir İran ediləcəksə, bu nəticədə türk amilini qabardacaq. Həm iç qaynaqlar bunu təsdiq edir. Özəlliklə bilirsiniz ki, müharibədə xalq olaraq ən güclü iştirak edən toplum türklərdir. Və heç bir bağlılıq nümayiş etdirmədən bir mənalı rejimə dəstək verirlər. Xarici bağlılıqları da yoxdur. Xalq qalib gələndə önə kim çıxır? İran türklüyü. İran türklüyü önə çıxanda bürokrasiyada kim önə çıxacaq, söz sahibi olacaq? İran türklüyünə bağlı olan güclər, doğrudurmu? Bu güc nə Amerikanın işinə yarayır, nə İsrailin işinə yarayır, nə də fars faşizmin işinə yarayır. Fars faşizmin işinə yaramadığına görə türk amilinə qarşı bunların güclənib, vahid mərkəzdə daha çox söz sahibi olmaqlarını ortaya qoyur və nəticədə maraqlar üst-üstə düşür. Qalibov Amerika üçün cazib olur, Amerikada Qalibov üçün cazib olur ki, bunlar bir yerdə birləşsələr, türk amilinin İranda qabarmasının qarşısını alırlar. Onda belə çıxır ki, Amerika bilərəkdən Qalibovu üzə çıxardır ki, yəni biz onunla danışırıq, onunla hesablaşırıq. Amerikan burada gizli bir niyyəti var ki, yeni İran, yeni lider obrazında Qalibovu qabarsın, dünya dövlətləri Qalibovu həzm etsinlər və İranın böyük lideri olan Qalibov siyasi səhnəyə dırmaşsın. Burada Amerikanın biz gizli maraqlarını görürük. Siz də hesab etməlisiniz ki, İranda savaşı aparan güc Qalibovla bir yerdə deyil. Kiminlə birlikdədir? Qalibovun deşifr olması sipahda və dövlət içərisində savaşı gerçəkləşdirən güclər tərəfindən xoş qəbul olmayıb ona qarşı onların bir mövqeyi formalaşmağa başlayıb. Biz artıq bugün Qalibovdan danışırıqsa Zahir bəy, yaxın gələcəkdə Qalibovdan danışamayacağıq. Amerika söndüyü kimi Qalibov da İranda sönəcək.